Salam dostlar, xanımlar və bəylər, mən sizi salamlayıram. Bugün ayın 23-ü dekabr 2025-ci ildir. Mən də sizlərlə belə bir mövzu haqqında bölüşmək istəyərdim. Balaca bir annotasyon deyim sizə. Annotasyon bundan ibarətdir ki, necə düşüncələr, yəni mücərrəti nə edir? Maddə eləyir. Yəni, necə namaza yanaşsın, namaz haqqında mövzu olacaq. Namaza yanaşsın, namaz necə fizikadan, yəni fiziki vücuddan mücərrət vücuda nə olur? Şamil olur. Məsələn, bərk maddə nədir? Bərk maddənin bərkliyi nədir? Bu haqda sizlərlə bir qısa bir fikir mübadiləsi aparacağım. Aha, demək, keçək müqəddiməyə və məzmuna. Bundan ibarət ki, düşüncələr. Düşüncələr bizim həyatımızda çox mühüm rol oynayır. Çünki mən əvvəlki sizlərlə müzakirədə demişdim ki, məhz düşüncələr olmasa həyat olmaz. Məhz düşüncələr bizi idarə edir, bizi hərəkətə gətirir, bizi tam təsis edir və bizim həyatımızı inşa edir. Diqqət edin, mən necə düşünürəm? Baxın, düşüncələr pis, naqis, düşüncələr kamil də ola bilər. Məsəl üçün, düşüncələrin kamil, pis olmasını mən deyim də. Məsəl üçün, hər bir, yaxud da ki, bir kişi, qadın, insan, cəmiyyət əsas mövzulardan, ən vacib mövzulardan biridir və bizim həyatımızda bu kimi mövzular çox önəmli bir yer tutur. Məsəl üçün, bir qadın işdə, idarədə, müdirə eşq bağlayırmı, nə bağlayırmı və onu nə qədər desən də, fikrini aşırsan da onu doğru istiqamətə yönəldə bilməyəcəksən. Ya bir kişi bir vəzifəsindən idarədə sui-istifadə edir, rüşvət götürür, ona nə qədər izah eləsən də bu olmaz, doğru deyil, onu fikrini döndürə bilməyəcəksən. Yaxud da ki, bir cani, deyək ki, hər hansı bir başqasının malını qəsb edir, bu qəsbini ondan çöndürə bilməyəcəksən, yaxud da ki, birinə suyu canını məhv eləyir. Heç bu fikirlərdən, bu düşüncələrdən bu tipli insanları ayıra bilməyəcəksən. Çünki artıq bu düşüncələri formalaşdırıb, öz matricasını qurub, onu heç bir vəçlə ayıra bilməyəcəksən. Eləcə də əksinə, istəyir xeyir işlərlər, istəyir şər işlərlər. İndi əsasən bizdə cəmiyyətdə çox halda şər işlər gəldiyi üçün mən şər işləri misal gətirdim. Demək, bir maddənin bərk hal olması, bərk hal olması, nə üçün bizdə hər şey bərkdir? Məsəl üçün, divar bərkdir, stul bərkdir, stol bərkdir, cismimiz bərkdir, biz divardan rahat keçə bilmirik. Amma baxsaq belə, bizim molekullarımız və atomlarımız hamısı nədən ibarətdir? Bizim hər bir şeyimiz, atomlar və molekullar boşluqdan ibarətdir. Bir fizik, mən bilən, bir kimyaçı deyə bilməz ki, maddə mürəkkəbdir. Bütün hamısı boşluqdur. Hamısı birbaşa boşluqdur. Diqqət ediniz, demək, bu boşluq ərəfəsində biz də hamımız, ətrafda mən də hamımız maddə ibarətdir. Bəs necə olur ki, biz belə mürəkkəb oluruq? Bunun bir izahı var. Mən sizə qısa bir ibtidai şəkildə deyirəm. Bunun geniş izahı var, mən ibtidai şəkildə deyirəm. Bunun bir izahı var. Elektrodinamika. Elektronlar, yəni, bir-birinə itəliyirlər, atlar kimi itəliyirlər. Bu səbəbdən də atomlar bir-birinin içinə keçə bilmirlər. Bir-birinin içinə keçə bilməklə məsafə yaradır. O məsafə həman adlanır, həmən məsafə bu şey yaradır, adını siz deyin, bərklik yaradır, bərklik. Baxın, prinsip Pauli, Paulin prinsipi, Wolfgang Pauli, milliyyətcən Yahudidir, özü Viyanada doğulub. Bu nəzəriyyəni o geniş, Wolfgang Pauli geniş şəkildə izah edir. İndi mən sizə mənbə verim ki, daha da geniş oxuya bilərsiniz. Paulinin prinsipi, özür istəyirəm. Bu səbəbdən bu atomlar məsafədən bir-birlərinə enerji alırlar. Artıq bir-birinin içinə daxil ola bilmirlər. məsafədən bir-birini enerji alırlar. Ona görə də
bərklik əmələ gəlir. Yaxşı. Bəs bu bərklik aradan qalxmaq olarmı? Bu dünya elektrodinamika, dünyavi qanun aradan qalxmaq olarmı? Axı biz özümüz geniş varlığıq, biz atomlardanıq. Bölürükdə hamısı kvarklara gəlib çıxırıq, kvarklar da gəlib çıxır mücərrədə, düzdür? Demək, burada hamısı düşüncənin rolu oynayır. Namaz düşündüyüm kimi böyük bir enerjidir, böyük ilahi enerjidir. O namazla, ümumiyyətlə, bütün hər bir şey enerjiden ibarətdir. Dünyada olan hər bir şey enerjiden ibarətdir. Enerji olmasa dünya ola bilməz. Xüsusən namaz da ilahi enerjidir ki, hansı ki bizi idarə edir və bizi tam maddi qanunlardan çıxıb mücərrəd qanunlara tabi olmağa bizə neyini yardım edir? Köməkçi bir təlimatdır. Əsasən biz maddi qanunlara üçün yaranmamışıq. Çünki maddiyyət hamısı məhdudiyyətlərdir. Məhdudiyyət də bizli deyil. Çünki bizim ağlımız, bizim düşüncəmiz, bizim təfəkkürümüz, bizim ümumiyyətlə vücudumuz, əsl vücudumuz və maddi vücudumuz təhlil ediləcək çox bir geniş bir məhdudiyyətsiz bir, sərhədsiz bir anlama aiddir. Amma biz nə edirik? Amma biz özümüzü məhdudiyyətlə çatmaq üçün can atırıq. Halbuki bu olmamalıdır. Çünki biz məhdudiyyətsiz bir varlığıq. Həmən biz namaz vasitəsilə, həmən enerji vasitəsilə bu birinci çıxışımdır, ikinci, üçüncü, dördüncü çıxışlarında mən bu necə icra olunur, necə namazın hesabına bizdən qalxırıq, maddi qanunlardan çıxıb mücərrəd qanunlarına tabi olub, mən necə idrak etmişim, onlara mən sizə geniş şəkildə izah edəcəyim, öz fikrimi izah edəcəyim. Siz də baxarsınız, öz dərin elimizlə mənim naqisliyimi, nöqsanımı çıxardarsınız ortalığa. Mən yenə də bu mənim sırf birbaşa oxuduğum, əldə etdiyim məlumatlar ki, sizin köməyinizlə bu nöqsana naqisliyi mən aradan qalxızmaq niyyətindəyəm. Təbii ki, söhbət namazın ilahi enerjisini bildirdim, nəticəyini keçirəm. Bildirdim ki, hər şey bərk haldır və bərk hal aradan qalxmaq maddi qanunlardır. Maddi qanunları aradan qalxızmaq üçün insan gərək ilahi enerjidən dəstək alsın. İlahi enerji nədir? Ən böyük ilahi enerji namazdır. Və bu namaz vasitəsilə insan maddi qanunlarla aradan qalxıb həqiqət qanunlarına tabi ola bilər və həqiqət qanunlarına hərəkətini davam etdirə bilər. Təbii ki, doğru, düzgün, kamil namaz qanunlardan bəhs edir. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.